Bismillah. 12 fevraldan sonra Şir bürcü üçün mühüm dönüş mərhələsi başlayır. Həyatı əbədi dəyişəcək. Şir 12 fevraldan sonra talihi yüklü dönüş mərhələsi. 12 fevraldan sonra Şir bürcü üçün enerji dəyişir və bu dəyişiklik sadə deyil. Köhnə dövr bağlanır, yeni həyat mərhələsi açılır. Bu proses birdən-birə yox, amma qəti və geri dönüşsüz olacaq. Birinci, karyera və nüfuz yüksəlişi. Şirlər üçün uzun zamandır gözlənilən tanınma və qiymətləndirilmə başlayır. Vəzifə artımı və ya daha məsuliyyətli iş təklifi. Öz biznesini böyütmək üçün fürsət. Cəmiyyət içində hörmətinin artması. Səhnə üçün sizin üçündür. Amma bu dəfə təsadüf yox, zəhmətin bəhrəsidir. İkinci, münasibətlərdə taleyin qərarı. Artıq yarımçıq münasibətlər bitəcək. Ya ciddi addım, nişan, evlilik, ya da qəti ayrılıq. Orta yol qalmır. Həyat sizi ya hamısı, ya heç nə seçimlə aparacaq. Üçüncü, maddi sirayiş. Pul enerjisi açılır, amma şərt var. Riskləri ağılla etməlisiniz. Köhnə borclar bağlana bilər. Gözlənilməz gəlir qapısı açıla bilər. Daxili gücün oyanışı. Ən böyük dəyişiklik içəridə olacaq. Siz artıq başqalarının fikri ilə yaşamayacaq. Öz dəyərini anlayacaq və seçimlərini qorxmadan edəcək. Nəticə, 12 fevraldan sonra Şir üçün bu sadəcə şans dövrü deyil, taleyin dönüş nöqtəsidir. Bu mərhələ sizi daha güclü, daha varlı və daha təsirli bir versiyaya çevirə bilər.